Belə bir əlamətlər gündə Turan futbol komandası klubu üçün, ümumiyyətlə Azərbaycan futbolu üçün çox əlamətdar bir hadisədir. Demək ki, ölkəmizdə futbol inkişaf edir, demək ki, ölkəmizdə idman inkişaf edir. Demək ki, biz əvvəllər şirkətlər cəlb etməkdə çox çətinlik çəkirdik. İndi futbolumuzla paralel maliyyə sahəsində dəstəklərimiz də şaxələnir artıq. Bu bariz bir nümunəsi idi. Biz xüsusən qeyd eləmək istədik ki, sponsorluq məbləğinin gizlin qalmamağını istədik. Bu digər şirkətlərə də stimul olacaq, digər klublara da həyəcan verəcək, onlar da cəlb eləyə biləcəklərini görəcəklər. Məncə əlamətlər gündür və belə bir gündə bizlərlə bir yerdə aldığınıza görə hər birinizə təşəkkür edirəm. Turan Bey, bir sual. Niye Turan Tovuz yeni mövsümə ancaq 2 yeni futbolçu aldı? Yəni bu nə ilə əlaqəlidir? Bu bizim planlarımız var idi, danışmış olduğumuz çox vacib oyuncular var idi. Məlum hadisə ilə əlaqəli planlarda bəzi dəyişikliklər eləməli olduq. Uzun müddət apardırmış olduğumuz danışıqlar, bilirsiniz də Avroliqalarda iştirak eləmək oyunculara əlavə stimuldur. Bizdə alınmadı, ona görə planlarımızda bir dəyişikliklər oldu. Daha 2 transferi nəzərdə tuturuq, minimum və heyətimizi gücləndirməyə davam edirik. Ekrem müəllim, iki sualım olacaq. Məlum hadisədir, bir mümkünsə o barədə biraz geniş danışaq. Bugün keçmiş haqqında danışmayaq, gəlin gələcəyə. Yəni orada nə baş vermişdi əslində? Bugün biz keçmiş haqqında düşünmürük, bugün xoş şeylər haqqında danışmağı planlaşdırırıq. Çünki biz keçmişə baxsaq, keçmişdə çox ilişib qalacağıq. Ancaq qabağa, ancaq irəli. Bu tədbirin bir mahiyyəti də ondan ibarətdir ki, biz həvəsdən düşməmişik. Biz daha enerjik, daha yeni qüvvələrlə yarışın içində olacağıq və hamıya elan edeyim, bu ilki hədəfimiz də çempionluqdur. Ən azından çempionluq yarışından içində olmaqdır mövsüm sonuna qədər. Və mən elə hesab edirəm ki, keçən ildən daha güclü, daha dinamik, daha keyfiyyətli Turan görəcəyik. Sabah Qarabağla bacara bilərsinizmi siz? Bacara bilməyəcəyimizi düşünsəydik burada olmaz. Ekrem müəllim, dünən Aziz Yıldırımla görüşünüz oldu. İstəyərdim bundan bağlı danışarsınız. Çox əlamətdar bir görüş oldu, çox məhsuldar bir görüş oldu. Onların Fenerbahçe klubu bizim təklifimizi, dəvətimizi qəbul eləyib. Artıq idarə heyəti qərar qəbul eləyib Azərbaycanda yarışın keçirilməsi. Sadəcə biz çox istəyirik Tovuzda olsun, amma bizə gələn çoxlu azarkeş tələblərini və Fenerbahçe klubuna da çoxlu Fenerbahçe azarkeşləri müraciət edib. Bizim stadion çox balacadır, sayını hələ artıra bilməmişik. Ona görə müzakirələrimiz oldu ki, görüş yerinin Bakıya dəyişdirilməsi necə mümkün olar, olmaz, onları müzakirə elədik. Yaxın günlərdə onun haqqında da bir daha dönüb qərar verəcəyik. Ortaq məxrəcə gəlmişik. Sentyabrın 20-sindən oktyabr ayının 10-u ərəfəsində olacaq. Çox istəyirik ki, şəhidlərimizin anım gününə həsr eləyək və oradan əldə edəcəyimiz vəsaiti də xeyriyyətçilik məqsədi ilə həmin günün xatirinə xeyriyyə fondlarını keçirməyə düşünürük. Orada hazır deyil Bakı Olimpiyası. Tofiq Bəhrəmov. Ekrem müəllim, bu Fenerbahçe ilə əməkdaşlığı yalnız bir yoxlama oyununa kifayətlənir, yoxsa akademiyalar və yaxud da xeyr, biz oyunçu mübadiləsi haqqında da görüşlərimiz olub. Akademiyanın inkişafı, Feneryum mağaza şəbəkələrinin təcrübəsindən faydalanmaq, bərabər bəlkə bir addım atmaq, Turan Feneryumun bir yerdə o təcrübədən faydalanmaq, tək bir gölcəçişlik oyunu ilə kifayətlənməyəcəyik. Fenerbahçe bizim üçün çox əlamətlərdir. İlk Azərbaycanda bir çoxu, hər biriniz bilirsiniz ki, təbii ki, Azərbaycanda ilk beynəlxalq arenada təmsil edən Turan klubu məhz həmin ilk oyunda da Fenerbahçe'nin oynayıb. Ona görə mənəvi dəyəri bizim üçün çoxdur və yeni sponsor şirkətimizin də bu görüşlərin təşkilində böyük bir əmək olub.
Etiraf müəllim, üzr istəyirəm, 2 sualım olacaq. Öncə uğurlar arzulayıram, xeyirli olsun hər iki tərəf üçün. Azərbaycan futboluna gələn sponsorların adətən ən böyük problemi ortaqdır. Əsas söz sahibi olmaq istəyirlər. Bu yöndə danışıqlar ağır keçmədi ki. Yox, elə bir iddialar oldu. Və digər sualımın hissəsi futbol klublarımızda 5 milyon dolanda, 15 milyon dolanda artdıqca daha çox əsas komanda nəzərdə tutulur. Bu 2 milyon dolların açıqlanması xoş oldu və istiqaməti üzrə İstiqamət məlumdur. paralel bir şəkildə davam edir. Məsələn, akademiya daha çox nəzərdə tutulur. İstiqaməti paralel bir şəkildə devam edir. Bizim akademiya xərcimiz demək olar ki, mən hesab edirəm ki, Azərbaycanda ilk birinci, ikinci yeri bölüşür. Həddindən artıq xərclərimiz çox yüksəkdir. Bizim dövlət proqramında olan məbləğlərdən 4-5 dəfə artıq biz vəsait xərcləyirik. Orada biraz nəzarətə götürüb, biraz daha faydalı hansı işlər görə bilərik, hansı təcrübələrdən faydalana bilərik, onları müzakirə eləyəcəyik. 500-dən çox Tovuzlu və bölgənin gənci bizdə məşq eləyir. Artıq bir yerdə analiz eləyəcəyik. Bəlkə sayı həddindən artıq çoxdur, biraz daha məhdudlaşdır, keyfiyyətə daha çox önəm verməkdir. Biz futbolun populyarlaşması üçün böyük saylara fikir verdik. Biz bugün oyuncu yetişdirib satmaqdan daha çox, bölgədə futbol daha çox populyar olsun. Çünki 500 uşağın gəlməsi, onların ailə üzvləri, onların gələcəkdə Turan azarkeşi olması, onların evlatlarının Turan azarkeşi olması, biz gələcəyə yönəlik düşünürük. Amma indi beynəlxalq təcrübələrdən də faydalanmanın vaxtının gəldiyini düşünürük. Etiraf akademiyadan danışmışkən belə deyək də yandırın da qardaş, nə vacibdir? Biz ona görə dedik ki, 2 hissəyə bölək də. Sualımızı verməyək onda.